Mən elə şəhid anası kimi də gedəcəyəm balamın yanına. Yenə də alt nömrəli məktəbdə işlədi. Ümumiyyətlə oranı qurtarıb, hərbiyə gedənə qədər də, müharibəyə gedənə qədər də orada işlədi. Bir gün axşam çağı idi, gördü Ehtiram gəldi, dostu Cabir müəllimlə. Onun rəngi mənə belə bir cür gəldi. İndi anayam da, hər ana balasının rəngindən halını tutur. Dedim, Ehtiram, sənə nə olub? Dedi, heç nə. Dedim, yaxşı da Ehtiramda, sənə nəsə olub? Dedim, amma mən gedirəm. Soruşmadım, hara gedirsən? Bildim. Elə bir ürəyim agah oldu. Dedim, haçan gedirsən? Dedi, yarım saata, bir saata. Dedim ki, müharibə başlamı bax, Ehtiram. Mən həmişə ona deyirdim ki, öz də mənə deyirdi, ana-bala oturub söhbət eləyəndə, deyirdim, Ehtiram, sən hazırsan, ha? Müharibə başladı, sən gedəcəksən. Dedi, bəs nə gedəcəyəm? Ondan da bir il qabaq Kərbalaya getmişdi. Elə sevinirəm ki, getdi, ziyarət elədi, ağasını gəldi. Gedib orada İmam Hüseynin məqbərəsinə girib, İmam Hüseyndən elə bir niyyət istəyib ki, mənə şəhadət qismət elə. Mən şəhid olmaq istəyirəm. Oğlum, düppərə düz danışıram, nə bir dənə oyan, nə mənim yaşıma yaraşmaz, başıma yaraşmaz. Gedib xalasına, deyib, xalalar da ondan idi. Deyib, xala, bilsən nə istədim İmam Hüseyndən? Şəhadət, şəhidlik istədim. Ayın 23-ü, bu ayın 23-ü Ehtiram Kərbəladan gəldi, həyətə girdi. Düz bir ildən sonra ayın 23-ü, bu ayın 23-ün tabutu girdi həyətə. Həmişə fikirləşəndə deyirəm ki, qurban olum Allaha. Bunun o məsəl var, deyirlər ki, alqışım tutmadı, qarqışım nə tez tutdu. Balam gəldi, tabutu gəldi həyətə. Sevindim. Balam getdi, ziyarət elədi, gəldi. Balam şəhid oldu, gəldi. Onun qəbrinin torpağına qurban olum. Şəhid anası adı verdi mənə o. Mənə bu addan artıq ad lazım deyil.